Salam hörmətli tamaşaçılar, gündəmin növbəti buraxılışı efirdədir. Studiyamızın bugünkü qonağı Gürcüstan Türkləri Konfederasiyasının prezidenti Daşkın Gülməmmədovdur. Daşkın mənim, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Mən istəyərdim ki, siz hazırda Gürcüstandakı vəziyyətlə bağlı bizə məlumat verəsiniz. Sonra digər suallarımıza keçərik. Studiya dəvət etdiyinizə görə təşəkkür edirəm. Hazırda demək Gürcüstanda seçki qabağı ab-hava hökm sürür. Yəni, belə deyək, tam qeyri-stabillik də mövcud deyil, amma stabil vəziyyət də mövcud deyil. Yəni, qarma-qarışıqlıqdır. Müxalifət demək, iqtidara qarşı öz ittihamlarından əl çəkmir. Hökumət demək, müxalifətə qarşı yenidən sıxışdırma tədbirlərini əl atmaqdadır. Yəni, belə deyək ki, bir çox demokratiya təzə qədəm qoymuş ölkələrdə olduğu kimi Gürcüstanda da seçki qabağı ab-hava çox qarma-qarışıqlıqdır. Bilirsiniz, maraqların toqquşması zəminindən baxdıqda Gürcüstandakı bugünkü siyasi vəziyyət çox gərgindir. Yəni, mən qeyd edeyim ki, Gürcüstandakı parlament seçkisi Gürcüstanda müxalifət iqtidar mübarizəsi deyil. Yəni, açığı qeyd eləsək, Rusiya ilə Qərbin mübarizəsi fonunda belə deyək, bir mübarizədir. Borçalda və siyasi vəziyyət mən deyərdim ki, normaldır. Yəni, bu mübarizədə Azərbaycanlılar belədir ki, aktivlik göstərirlər. Amma bir məsələ var ki, Gürcüstanda hələlik demokratiya tam bərqərar olmadığına görə Azərbaycanlılar belə deyək, siyasi aktivliklərini bir balancə ehtiyatla həyata keçirirlər. Yəni, hələ keçmiş SSR-nin, o cümlədən Şevardnadze hakimiyyətinin ab-havası qalmaqdadır. Saakashvili hakimiyyətinin belə deyək, bəzi qeyri-demokratik ənənələri özünü göstərməkdədir. Ona görə də Azərbaycan türkləri biraz siyasi proseslərə çox ehtiyatla qoşulurlar. Yəni, müəyyən dərəcədə təzyiqlərdən və yaxud bəzi belə deyək, xoşagəlməz hallardan çəkinirlər. Ümumiyyətlə, orada yaşayan Azərbaycanlılar daha öncədə seçkilərdə necə iştirak edirdi və bugün onların seçkilərə marağı necədir? Demək, mən Sovet SSR dövründən bu yananı qeyd edeyim. SSR dövründə demək, Azərbaycan türkləri yaşayan bölgələrdə seçkilər bir, necə deyim, teatrı xatırladırdı, bir teatr tamaşasını xatırladırdı. Qamsaxordiya dövründə Azərbaycanlıların ümumiyyətlə rəyini nəzərə alan olmurdu. Şevardnadze dövründə isə bu Azərbaycanlılar sadəcə olaraq seçkiləri udmaq üçün, müxalifəti demək ki, müxalifətə sübut eləmək üçün ki, seçkiləri biz udmuşuq. Yəni, Azərbaycanlıların səsləri nəzərə alınır. Bu gün də demək, Saakashvilinin hakimiyyəti dövrüdür. Elə 2003-cü ildən bu yana Azərbaycanlılara bir seçici kimi baxırlar. Yəni, Azərbaycanlılar, Azərbaycan türkləri, onların problemləri bugün müxalifətin yadına düşübdür və bugün müxalifət gəlib Azərbaycanlılar yaşayan bölgələrdə görüşlər keçirdirib Azərbaycanlıların problemlərindən maraqlanırlar. Bəs yaxşı, siz 4 il öncə hardaydınız? 4 il öncə, bu 4 il ərzində müxalifət deputatlarının yanına bir dəfə də olsun yadına Azərbaycanlılar düşməmişdi. Onların da yanına xalq getmirdi, qəbul eləmirdilər. İndi gəlib müəyyən vədlər verirlər. Hökumət partiyası, məsələn, Saakashvilinin rəhbəri elədiyi Milli Hərəkat Partiyası demək, müəyyən vədlər verir, müəyyən problemləri həll eləyəcəyini deyirlər, kosmetik tədbirlər görürlər, məsələn, kənd yollarını bərpa eləyirlər, bulaq çəkirlər, yəni seçkidə səs almaq üçün. Məsələn, götürək bugün Gürcü arzusu müxalifət koalisiyasının rəhbəri Bidzina İvanishvili, yəni bu adam da bugün vəd verməkdədir. Sadəcə bugün məsələ belədir ki, Azərbaycan türklərini çox alladıblar. 1991-ci ildən bu yana, Gürcüstan müstəqillik qazandıqdan bu yana istənilən iqtidar, Gürcüstan müxalifəti, seçki öncəsi gəlib 100 cürə yalan danışıb, 100 cürə vədlər veriblər, amma problemlərin həlli ilə bağlı hər hansı bir addım atmayıblar, hər hansı bir tədbir görməyiblər. Bu seçkidə Gürcüstanda yaşayan Azərbaycan türkləri, Borçalı bölgəsinin əhalisi yalana uymayacaq. Yəni, artıq xalq o adamın arxasınca gedəcək ki, o siyasi lider onun problemlərini həll edə bilsin. Daşkın, belə bir lider var. Ümumiyyətlə, oradakı Azərbaycanlılar daha çox hansı partiyaya meyil göstərilir, daha çox etibar edirlər? Bilirsiniz, bir məsələyi də nəzərə alaq. Bugün Bidzina İvanishvilidən başqa digər partiyalara Azərbaycanlılarda rəğabət yoxdur.
Birincisi o partiyaların öz günahıdır. Söhbət müxalifət partiyalarından gedir. Yəni bunlar əhali ilə seçkilər arası dövrdə işləməyiblər. Əhalinin problemləri ilə məşğul olmayıblar. Adicə insan hüquqları müdafiəsi ilə bağlı hər hansı bir tədbir görməyiblər. Qaldı iqtidar partiyası olan Milli Hərəkat Partiyasında, yəni burada administrativ resursu öz rolunu oynamaqdadır. İstər-istəməz iqtidar partiyası olduğuna görə bunun müəyyən tərəfdarları var. Amma bu bir tərəfdən Bidzina İvanişvilinin də tərəfdarları meydana çıxmaqdadır. Bu bir tərəfdən sevindirici haldır ki, demək əhali, Azərbaycan türkləri, Borçalı əhalisi artıq kütləvi şəkildə nə hakimiyyət partiyasına, nə də müxalifət partiyasına səs verməyəcək. Yəni bu məsələlər var. Bu artıq bir növ demokratikləşmənin, pluralizmin bərqərar olmasını göstərən amillərdən biridir. Bir də seçkilərdə yəni Azərbaycanlılar, namizəd kimi iştirak edənlər varmı və bunların arasında daha çox nüfuzu olan insanlar kimlərdir? Yəni bilirsiniz nətərdir? Bu seçkilərdə Gürcüstanda hələlik tam demokratik seçkilər keçirilməsi məsələsi məlum deyil. Bu bir tərəfdən də Gürcüstanda yaşayan Azərbaycan türkləri, Borçalı əhalisi siyasi cəhətdən aktiv deyil, siyasi partiyaları yoxdur. Müstəqil namizədlər yoxdur. Namizədlər əsasən partiya siyasından veriləcək, proporsional qaydada və yaxud majoritar olaraq yenə də hər hansı bir partiyanın namizədi kimi təqdim olunacaq. Belə də götürəndə nüfuzlu şəxslər var, yəni əhali tərəfindən qəbul olunan şəxslər var, yəni bunu danmaq mümkün deyil. Sadəcə məsələ bundadır ki, bugün Marneoli sakini və yaxud Bolnisi sakini nüfuzlu şəxs olsa belə müstəqil surətdə öz namizədliyini verib parlament seçkisində iştirak edə bilməz. Yəni, hər halda sıxışdıracaqlar. Sən ya müxalifət partiyalarının birinin proporsional namizədi kimi seçkidə iştirak eləməlisən və yaxud hökumət partiyasının proporsional siyasının namizədliyini irəli sürülə bilər. Sadəcə bugün məsələn parlamentdə 3 millət vəkili var. Onlar da gürcü dilində bilmirlər. Yəni gedib otururlar parlamentdə. Mən hələ o deputatların xırda bir problemlə bağlı çıxıb danışdıqlarını görməmişəm. Aydındır, gürcü dilini bilmirlər deyin. Nə danışacaqlar? Görüntü yaratmaq üçün və Gürcüstan hökuməti də Avropa təsisatlarına, Avropa təşkilatlarına məsələn belə götürək, hesabatlar təqdim edir ki, bu milli azlıqların nümayəndələri, ermənilər, məsələn götürək, Azərbaycanlılar parlamentdə təmsil olunur. Əslində onların belə deyək, heç bir hüququ yoxdur. Orada otururlar. Hüquqları da olsa belə dili bilmirlər ki, danışarlar. Məsələn, Azərbaycan parlamentində bugün görürük, Rus deputat var, Yəhudi deputat var. İstənilən zaman o adamlar çıxıb tribunada öz milli hüquqlarını tələb edirlər. Amma Gürcüstanda bu hələ yoxdur. Daşman, növbəti seçkilərdən sonra Azərbaycanlıların problemlərinin həll olunması gözlənirmi? Və yaxud da bir qisminin? Azərbaycanlıların problemlərinin həlli seçkilərin nəticələri ilə bağlı deyil. Yəni, Azərbaycanlıların problemlərini hökumət həll eləməlidir. Bu iş birbaşa Gürcüstan hökumətinin nəzarətində olan, birbaşa Gürcüstan hökumətinin səlahiyyətinə daxil olan məsələdir. Və bu bir tərəfdən sözsüz ki, Azərbaycan hökumətinin də bu işdə müəyyən müdaxiləsi, müəyyən yardımları mütləq və vacibdir. Yəni, Azərbaycanın maliyyə yardımları olmasa, Azərbaycanın yatırımları olmasa, Borçalıda Azərbaycanların problemləri həll olunmayacaq. Yəni, bugün bizə qaz verirlər, məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin layihələri həyata keçirilir. Sadəcə məsələ nətərdir? Yəni, Gürcüstan hökuməti belə deyək, Dövlət Neft Şirkətinə razılıq verməsə, onlar Borçalı bölgəsində qazlaşdırma aparmazdılar. Yəni, Azərbaycanın təsiri çox böyükdür. Qaldı da ki, problemlərin həlli ilə bağlı mən inanmıram ki, seçkidən sonra problemlər həll olsun. Hələlik bizim torpaqla bağlı, dini məsələlərlə bağlı, etiqadla bağlı, milli təhsillə bağlı və dövlət orqanlarının təmsilçiliyi ilə bağlı problemlərimiz qalmaqdadır. Məktəblərin də demək bağlanması prosesi artıq başlayıb. Yəni artıq məktəblər gürcüləşdirilir. Və çox güman ki, uzağı 2 ilə bir dənə də Azərbaycan dilində məktəb qalmayacaq Gürcüstan. Hamısı gürcüləşəcək. Və bugün də hamı susur, buna göz yumur. Məktəblər bağlanından 5 il sonra isə hamı başlayıb ayaraya qaldıracaq ki, bəs məktəblərimiz bağlandı, təhsil ala bilmirik, gürcü dilini bilmirik. Yəni, bilirsiniz nətərdir? Bu, elə məsələlər var.
Üstündən 5 il keçəndən sonra məsələyi qaldırırlar ki, biz niyə o vaxt bu məsələyi qaldırmadıq, biz niyə bu məsələyi gündəmə gətirmədik, niyə bunun qarşısını almadıq? Peşmançalıq da ki, sonra gec olur da. Daşman, son olaraq, yəni bu seçkilərin nəticəsi, siz bir proqnoz verə bilərsiniz, daha çox parlamentdə hansı partiya daha çox yer alacaq və hansı partiyanın daha çox yer alması orada yaşayan Azərbaycanlılar üçün sərf edir? Biz nətərdir? Gürcüstanda fərqi yoxdur. Hansı partiya hakimiyyətə gələcək, hakimiyyətə kim gələcək? Mən inanmıram ki, bizim problemlərimiz həll olunsun. Bizə münasibət tamam başqa cürədir. Yəni, Azərbaycan türklərinə Gürcüstanda müxalifət də, hökumət də ikinci sort millət kimi baxırlar. Qaldı da ki, seçkilərlə bağlı mən belə deyərdim, müxalifət partiyalarından üstünlük Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu koalisiyası qazanacaq və aydındır ki, administrativ resurs, qərbdəki əlaqələrdən və demək ki, Amerikanın nüfuzundan istifadə edən Mikhail Saakashvilinin Milli Hərəkat Partiyası çox güman ki, parlamentin səslərinin 50%-dən çoxsunu qazanacaq. Və orada da demək, mən deyərdim, bu bir-iki dənə xırda müxalifət partiyası var. Yəqin ki, onların da belə deyək, hər biri 7-8 deputat keçirdə biləcək. Yəni, müəyyən dərəcədə demokratiya havası var. Yəni, amma mən deyərdim, müxalifət içində ən güclü partiya Bidzina İvanişvilinin koalisiyasıdır və müxalifət partiyası olaraq üstünlüyü onlar qazanacaqlar. Daşman, bizim efir vaxtımız başa çatmır. Son olaraq demək istədiyiniz bir şey vardısa, ondan sonra yekunlaşdıraq. Son olaraq təşəkkür edirəm. Mən Səs TV-nin rəhbərliyinə, sizə və çox minnətdaram. Yəni, bizə siz daima, belə deyək, qayğı göstərirsiniz və bizə efir vaxtı verirsiniz. Yəni, borçallar bunu görürlər. Çox sağ olun, təşəkkür edirik. Yəni, doğrudan ürəkdən biz minnətdarıq. Yəni, bu gözəl işlərdir. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Çox sağ olun studiyamıza gəldiyiniz üçün, suallarımızı cavablarınız üçün. Çox sağ olun. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, studiyamızın bugünkü qonağı Gürcüstan Türkləri Konfederasiyasının prezidenti Daşqın Gülməmmədov idi. Sağ olun.